Salam Emma xanım, müsəlman kilsəyə gedə bilər. Haradaydı o? Güryanın sinəsində. Fələk min bir fitnə törətsə inan, həqiqət açılar, gizli qalmaz heç zaman. Səhəng də bulağa əlbət ki çatacaq. Haqda mütləq aşkar olacaq. Kəbəyə gedənlər etsinlər söhbət, çoxmu edəcəksiniz bu bütə, daşa qaradaşa, xidmət. Heç bütxana qapısı açarmı imanı olan? Heç kilsə qapısı açarmı əcdadı müsəlman olan? Bu şeylərdəmiz. Yadımda qalan dedi. Necə deyir Xaqani? Kim istərsə bir ömür boyu qəbul görə duasını, qatmalıdır duasını, özü amin sədasını, üzün bütün dünya dua edir sonunda amin Azərbaycan sözünü işlədir. Lakin deyir bu kilsə, büt və xaçpərəstləri din satıb deyir ki, meydan bizimdir. Əvvəl qarət etdilər barlı bağımı, sonra söndürdülər bağ çırağımı. Nə Adəmdən törəmişlər onlar, nə də İsa'dan, bütün nöqsanlar artıq qalsın arada. Yəni, İsa xaçpərəst deyil. Necə deyir Quranda? Elə bir Yahudi, elə bir xaçpərəst yoxdur ki, ölümündən öncə, yəni canı təhvil verincəyə qədər İsa'ya itayət etməmiş olsun. Lakin hökm günü, bizə vəd edilən ədalət dünyasının gələcəyini, bax, o gün İsa onların, yəni kilsə xadimlərinin, kilsə bütpərəstlərinin, kilsə zəvvarlarının əleyhinə şəhadət verəcək, yəni qəbul etməyəcək. İsa. Niyə İsa? Çünki biz Məryəm oğlu İsa'nı müqəddəs ruhla qüvvətləndirdik, deyir Quran. Amma ruh haqqında açıqlama vermir Quran. Müqəddəs ruh Allahdır. O, İncildə çox aydın şəkildə açıqlamalar vardır. İncildə, Azərbaycanda, qədim Babildə, bugünkü Gəncədə tətbiq olunmuşdur. Yəni sən, o kilsə, hamısı boş şeylərdir. Allah qəlbindədir. Kilsədə axtarma, onu öz qəlbində axtar.